Geçen defa rəyləri oxuyuram. Biri mənə yazıb ki, şeydir. Necə gözəlsiz, çox gözəlsiz falan. O birisi də onun altına yazıb ki, niyə yalan danışsan, heç də gözəl deyil. İndi icazənizlə bir iki tane sual verim sizə. Sizi nə qıcıqlandırır? Yəni mən burada iki kəlmə xoş söz oxuyuram və günüm gözəlləşir. Sizi nə qıcıqlandırır həqiqətən? Mən bunu anlamıyorum. Hə, mən başa düşürəm. Bəzən insanlar xəstəliyimə görə məndən ekstra nəzakətli və səmimiyyətsiz davranırlar. Ki mən sırf buna görə, yəni insanların məndən səmimiyyətsiz davrandıqlarını düşündüyümə görə 8-ci sınıfda məktəbə getməmiş və 9-cu sınıfda da evdə təhsillə təhsilmə davam edəmiş bir adamım. Yəni siz kimə nə anladınız, fərqindəsiniz bunun. Mən səmimiyyətsiz insanım. Həsindən, danışıq tərzindən, baxışlarından hər şeyi anlayırım. Hə, bu arada, qorxursunuzsa ki, mən o rənglərə inanıram, özümü gözəl sayarım, özgüvənimi qalxar. Qorxmayın, inanmıram. Çünki mən özümü zaten gözəl görürəm. Mən gözələm demirəm. Özümü gözəl görürəm, deyirəm. Ki, məncə əsas məsələ də budur. İnsanın özünü gözəl görməlidir.